Salam. Bu videoda maraqlı bir həndəsə məsələsinin həllini verəcəm. Məsələnin şərtini görürsünüz. R radiusu çevrə daxilinə çəkilmiş düzgün n bucaqlının bütün tərəflərinin və bütün diaqonallarının kvadratlar cəminin n kvadratı vur r kvadratı olduğunu ispat edin. Bu məsələni kompleks ədədlərin həndəsəyə tətbiqi ilə ispat edəcəm. Öz isbatımdır. Öncə ideyanı deyim. İdeya nədən ibarətdir? Fərz eləyək ki, bizə bir düzgün n bucaqlı verilib. A1, A2, A3 və s. AN. Biz bu düzgün n bucaqlının bütün tərəflərinin və bütün diaqonallarının kvadratlar cəmini tapmaq istəyirik. İndi ideya nədən ibarətdir? Baxın, A1 təpəsindən digər təpələrə qədər olan məsafələrin kvadratlar cəmini tapacam. Deyək ki, A1 təpəsindən digər təpələrə qədər olan məsafələrin kvadratlar cəmi deyək ki, n-dən asılı olacaq. Deyək ki, o SN oldu məsələn. İndi A2 təpəsindən digər təpələrə qədər olan məsafələrin kvadratlar cəmi nə olacaq? Təbii ki, o da SN olacaq, çünki simmetridir. A3 təpəsindən digər təpələrə qədər olan məsafələrin kvadratlar cəmi nə olacaq? O da SN olacaq. Və s. AN təpəsindən digər təpələrə qədər olan məsafələrin kvadratlar cəmi nə olacaq? O da SN olacaq. İndi biz A1 təpəsindən digər təpələrə qədər olan məsafələrin kvadratlar cəmini tapanda orada tərəf və diaqonallar olur. Təbii ki, bu SN-ləri topladığımız zaman istədiyimizi əldə etmiş oluruq. Amma orada bir də bir aması var. Biz hər məsafəni 2 dəfə toplamış oluruq. Niyə? Baxın, A1 təpəsindən A2 təpəsinə qədər olan, A1 təpəsindən digər təpələrə qədər olan məsafələrin kvadratlar cəmini tapıram. Məsələn, orada bu məsafə var. Amma bu məsafə həm də A2 təpəsindən digər təpələrə qədər olan məsafələrin kvadratlar cəmini tapanda orada da var bu. Yəni, bu məsafəni 2 dəfə toplamış oluruq. Ona görə bu cəmi 2-yə böləcəm. Bu da bizə n vurusun SN böl 2 verəcək. Burada SN nədir? A1 təpəsindən digər təpələrə qədər olan məsafələrin kvadratlar cəmi. Deməli, A1 təpəsindən digər təpələrə qədər olan məsafələrin kvadratlar cəmini tapsam, məsələ həll olmuş olacaq. İndi onu tapacam. Bunun üçün də kompleks ədədlərin həndəsəyə tətbiq edəcəm. Burada ona görə ki, yəni məsələ çətin olmuş olur. Bütün tərəfləri və bütün diaqonalların kvadratlar cəmini tapmaq. İndi necə edəcəyik bunu? İndi məsələ nədən ibarətdir? Kompleks müstəvini elə seçirəm ki, A1 təpəsi bura düşsün. Və kvadrat başlanğıcı düzgün çoxbucaqlının mərkəzinə düşsün. Yəni bu məsafə R-yə bərabərdir, radiusdur. Və bura Z1 kompleks ədədi deyəcəm. Z0. Sıfırdan başlayıram. Bu təbii ki, R olacaq. Sonra gəldik A2 təpəsinə. A2 təpəsi burada olacaq. A2 təpəsi burada olacaq. Təbii ki, bu bucaq mərkəzi bucaqdır, bilirik. Bu mərkəzi bucağa fi deyim. Fi'nin 360 böl n olduğunu unutmayaq. Bilirik ki, düzgün çoxbucaqlının mərkəzi bucağı 360 böl n-dir. Buna da Z1 kompleks ədədi deyirəm. Z1 kompleks ədədi olacaq nə? Təbii ki, bunun uzunluğu modulu R-dir. Bunu trigonometri şəkildə yazacağım. R kosinus fi plus i sinus fi olacaq. Aydın məsələdir. Tamam. Və bu belə davam edir təbii ki. Bu cür davam edəcək, bilirik. Yəni, bir sözlə düzgün çoxbucaqlının təpələri kompleks ədədlər oldu. Z0, sonra Z1, sonra Z2 və s. Zn-1. İndi
Nedir Z0 kompleks ədədi? Z0 kompleks ədədi R-dir. Z1 kompleks ədədi nədir bəs? R vurulsun kosinus fi plus i sinus fi. Z2 kompleks ədədi nə oldu bəs? Nə olacaq? R vurulsun kosinus 2 fi. Bu üçüncü təpə olacaq artıq. Plus i sinus A3 olacaq yəni 2 fi. Aydındır. Burada eğer biz A3'ü seçmiş olsaq, A3 olsa bu Z2 olacaq onda, düzdür mü? Z2 olacaq. Z2 olacaq bu. Bu A3 təpəsidir və gördüyünüz kimi yenə də argument 2 fi olur onda. Modulu da R, triqon şəkildə yazırıq. Və s. Davam edirik belə. Zn minus 1 nə olacaq onda? Eğer kosinus m minus 1 fi plus i sinus m minus 1 fi. Bütün kompleks ədədlərdə trigonometri şəkildə yazdım. Təbii ki, bir növbətçi zn artıq o z0-ın üstə düşəcək. Zn-i yazmış olsaq əgər, zn artıq başa z0-a dönmüş olacaq. Olacaq r kosinus n fi plus i sinus n fi. Amma n fi 360 dərəcədir. Çünki fi 360 dərəcə böl n-dir. Bu 0 olur. N fi yazdım burada. Düzdür mü? N fi bu 0 olur. Bu da 1 olur. Zn r olur. Başa dönmüş oldu artıq. Bir düzgün n bucaqlının təpələrini belə göstərə bilərik. Və bu çox tətbiq olunur. Çox önəmli bir şeydir bu. İndi burada təbii ki, bu A3 olanda düzgün çoxbucaqlı belə davam edir. Bu A3'dür. Və bu davam edir belə. Aydın məsələdir. İndi Z0 nədir? A1. Mən nəyi tapmaq istəyirəm? Deməli, cəm Z0'dan diğer təpələrə qədər olan, diğer kompleks ədədlərə qədər olan məsafələrin kvadrat cəmini tapmaq istəyirəm. Yəni bunu tapmaq istəyirəm. Təbii ki, K 0 olsa bu 0 olacaq. K 0'dan n-1'e qədər gedəcək. Amma K1 olanda Z0'dan, yəni A1'dən A2'ye qədər olan məsafə, K2 olsa A1'dən A3'e qədər olan məsafə belə davam edəcək. Bu cəmi tapmaq istəyirəm. Bunu da indi hesablayacağım. Önce Z0 minus ZK'nı bir hesaplayaq. Burada tabii ki bu R'dir. Fərqi yox idi. ZK minus Z0 yaza bilərdim. Bu nədir? Bəs R vurulsun kosinus K fi plus i sinus K fi olacaq. Bu nəyə bərabərdir? Bu bərabərdir. R mötərizədə 1 minus kosinus K fi üstə gələk i deməli 1 çıxılsın. Mənfi olacaq da təbii ki. Mənfi sinus kafi belə olacaq. İndi bizə lazımdır, bunun modulu lazımdır. Z0 minus ZK'nın modulunun kvadratı. Bizə nə verəcək? R kvadratı mötərizədə 1 minus kosinus kafinin kvadratı plus mənfi sinus kafinin kvadratı. Mötərizələri açanda kosinus kvadrat kafi ilə sinus kvadrat kafi bizə 1 verəcək. Bir dənə də 1 var. O 2 olacaq. 2 minus 2 kosinus kafi olacaq. Bu da bizə verəcək 2r kvadratı minus 2r kvadratı kosinus kafi. İndi cəmi tapaq. Cəm k dəyişir 0'dan n minus 1'ə 2r kvadratı minus 2r kvadratı kosinus k fi. Nəyə bərabərdir bu indi? Cəmi ayrı-ayrı yazacağım. K dəyişir 0'dan n minus 1'ə qədər 2r kvadratı minus burada 2r kvadratını çıxardacağım. Vurulsun cəm k dəyişir 0'dan n minus 1'ə qədər kosinus k fi. Bu bərabərdir. Burada nə qədər toplanan var? N sayda toplanan var burada. Sabitdir 2r kvadrat olacaq. 2r kvadratı vurulsun n.
çıxılsın 2r kvadratı vurulsun. İndi bu cəmi yazaq. Bu cəm nədir? K'ya 0 verəndə 1'dir, plus kosinus fi'dir, plus kosinus 2 fi'dir və s. Kosinus n-1 fi olacaq. İndi baxaq burada nə olur? 2r kvadratı n minus 2r kvadratı. Baxın, n fi 360 dərəcədir. Fi'ni yazdım burada. N fi 360 dərəcədir. Ona görə də 1'in əvəzinə kosinus n fi yaza bilərəm. Çünki n fi 360 dərəcə olduğuna görə kosinus 360 dərəcə 1'dir. 1'in yerinə 360 dərəcə kosinus n fi yazacağım və bu belə olacaq. Kosinus fi plus kosinus 2 fi və s. Kosinus n minus 1 fi plus kosinus n fi olacaq. İndi davam eləyək. Burada bir lemmadan istifadə eləyəcəm. Burada. Belə bir lemma yazıram. Lemmanın isbatı da çox asandır. Onu özünüz də isbat eləyə bilərsiniz. Yenə də kompleks ədədləri trigonometriya tətbiq etməklə, Moivre düsturunu tətbiq edəndə anılacaqdır. Belə bir düstur. Kosinus x plus kosinus 2x və s. Kosinus nx bərabərdir. Deməli, sinus nx bölü 2 vurulsun. Kosinus n plus 1 vur x bölü 2. Məxrəcdə də sinus x bölü 2. Bu lemmadan istifadə edəcəm. Bunun da isbatı eləcə o qədər çətin deyil. Baxın, buna baxdığınız zaman kosinus x plus i sinus x plus kosinus x plus i sinus x'in kvadratı və s. Kosinus x plus i sinus x üstündə n. Bu həndəsi silsilədir. Bunu tapmaq mümkündür. Yəni bu nöqtələrin yerinə tapacaqsınız. Birinci əddik kosinus x plus i sinus x-dir. Silsilə vuruğu da odur. Bu tapılır. İndi bunu Moivre düsturuna görə açdığımız zaman bu nə olacaq? Kosinus x plus i sinus x. Bunu saxlayaq. O birisi nə olacaq? Kosinus 2x üstə gələk i sinus 2x və s. Kosinus nx plus i sinus nx. Bu sağ tərəfi bilirsiniz nəyə bərabər olduğunu taparsınız. Burada indi siz əgər həqiqi hissələrin cəmliyib bərabərləsəz sağ tərəfdəki həqiqi hissəyə siz kosinus x, kosinus 2x, kosinus nx cəmi üçün düstur alarsınız. Həmçinin xəyali hissələri bərabərləşdirsəniz, bunların cəminin içində düstur alacaqsınız. Burada nx-dir. Yəni, burada həm kosinusların cəmi, həm də sinusların cəmi üçün düstur çıxarmaq mümkündür. Çox asandır. Yəni, ideyasını dedim. Sadəcə hesablamaq lazımdır. Moivre düsturunu tətbiq edərək. Bu asan bir şeydir. Lemma nisbatı asandır. Onu edərsiniz istəsəniz əgər. İndi onda bizim cəmimiz nəyə bərabər oldu? Yəni biz nəyi tapırdıq? Biz bunu tapdıq. Deməli cəm k dəyişir 0-dan n-ə qədər z0 minus zk-nın kvadratı bərabərdir. Bu nə idi? A1 təpəsindən n-1-ə qədərdir bu. A1 təpəsindən digər təpələrə qədər olan məsafələrin kvadratlar cəmini. Biz nə aldıq? 2r kvadratı n çıxılsın 2r kvadratı vurulsun. İndi lemmanı tətbiq eləyirəm. Sadəcə orada x-in yerində fi dayanır. Burada nə olacaq? Sinus fi bölü 2 olacaq. Düzdür? Burada nə olacaq? Sinus n fi bölü 2 olacaq. Vurulsun bir də kosinus n plus 1 fi bölü 2 olacaq. İndi baxaq. N fi nə idi ki? Fi 360 dərəcə böl n idi. Düzgün çox bucaqlanan mərkəzi bucağı. Düzdür? Onda n fi nə olacaq? N fi 360 dərəcə olacaq. Onda sinus n fi bölü 2 nə olacaq? Olacaq sinus 180 dərəcə. Bu da 0. Bu da 0 olacaq. Deməli, o zaman bu hissə 0 oldu. Burası 0 oldu. Və bizdə nə qaldı? 2r kvadratı n qaldı. Deməli, A1 təpəsindən
A1 təpəsindən digər təpələrə qədər olan məsafələrin kvadratları cəmi 2R kvadratı vur n oldu. Təbii ki, A2 təpəsindən də digər təpələrə qədər məsafələrin kvadratları cəmi 2R kvadratı n olacaq. Analoji təbii ki. Nə fərqi var ki? Simetrik hər şey. Ya da eyni prosesi o təpə üçün də edə bilərdim. A-ın təpəsindən də digər təpələrə qədər olan məsafələrin kvadratları cəmi 2R kvadratı n olacaq. Biz bunları toplasaq, n dənə 2R kvadratı n tapmış olacaq. Amma bunu 2-yə böləcəm. Çünki hər məsafənin kvadratını 2 dəfə topladım. Bu da bizə deməli n kvadratı vur r kvadratı verəcəkdir. Bununla da məsələ isbat olundu. Və biz A1 təpəsindən bütün təpələrə qədər olan məsafələrin kvadratları cəmi plus A2 təpəsindən digər təpələrə qədər olan məsafələrin kvadratları cəmi onları topladığımız zaman bütün tərəflərin və bütün diaqonalların kvadratları cəmi tapmış oluruq. Sadəcə hər məsafəni 2 dəfə, hər məsafənin kvadratını 2 dəfə toplamış oluram, ona görə 2-yə böldüm. Bununla da məsələ isbat olundu. Kompleks ədədlərin tətbiqi ilə gördüyünüz kimi məsələ həll olundu. Növbəti videoda görüşərik. Sağ olun.